Bəsdir balıqlarla oynadın, diqqətin məndə olsun. Əsas məqsəddən yayınma, ötəri maraqlara uyma. Robert, unutma ki, ən vacib məsələ diqqəti əsas fikrə yönəltməkdir. Anladın? Anladım Ludwig. Ümidvaram ki, gerçəkliyi dərk eləyirsən. Ona görə də gəl bir də təkrarlayaq. Müdafiə Sənayesi Nazirliyi ilə 200 min tüfəngin hazırlanması üçün müqavilə bağlanacaq. Sənin işin nədən ibarətdir, Robert? Sən Qafqaz meşələrindən tüfənglərin qundağı üçün qoz ağaclarını seçib gətirməlisən. Və bu, bizim büdcəmizə çoxlu gəlir gətirəcək. O ağaclar ki... Robert, fikrin məndə olsun, mənə eşidirsən? 8-ci dəfədir artıq. Yox, 7-ci dəfədir. Ay. Gözəl sahilləri var. Və nəhayət bilməlisən, Robert. Sənin üz tutduğun yerdə neft qalmaqalı yaşanır. Və yadından çıxartma. Neft adlı bu üfunətli maye Nobellərin maraqlarından kənardadır. Anlaşıldı? Anlaşıldı. Çamadanlar karetadadır. Yani her şey hazır Cenab-ı Robert Ludwig. Joseph səndən gedəcək. Əziz qardaşım Ludwig, Qafqazın təbiəti olduqca gözəl və rəngarəngdir. Xüsusən Lənkəran yaxınlığındakı Talış meşələri. Bəlkə bu ona görədir ki, 11 iqlimdən 9-unun Azərbaycanda olması buranın təbiətində də istər-istəməz özünü biruzə verir. Təəssüflər olsun ki, əziz qardaşım, verəcəyim məlumat ürək açan deyil. Maraq kəsb edən bütün qoz meşələrini nəzərdən keçirdik. Ancaq bu meşələrdəki qoz ağaclarının oduncağı bizə lazım olan tələblərə cavab vermir. Bu ağacların əksəriyyəti ya olduqca qocadır, ya da ki, çox cavan. Orta yaşlı ağaclar isə baxımsızlıq ucbatından bərbad hala düşürlər. Əziz Ludwig, sənə xüsusi minnətdarlığımı bildirmək istəyirəm ki, Josephi mənə çalışdır. Əvvəla o, öz işini olduqca mükəmməl bilir. Bundan başqa çox etibarlı bir yol yoldaşıdır. Yok bak bu sat olur beni üzerinden bu sat Saşa bu sat bak orada değil görürsün bakın. Mədəniyyətinə də söz yox. Məsələn, mən bizim iş barəsində ciddi düşünəndə Joseph heç bir yersiz söhbətlərə yol vermir.
Ayaklarımı gıdıklayın. Cənab Rami. Bəli, demək olar ki, heç səsi də çıxmır. Əziz qardaşım Lüdvik, artıq 2-ci aydır ki, tapşırıqlarını yerinə yetirməklə məşğulam. Bir qəribəliyi sənə çatdırmaq istəyirəm. Deyə bilmərəm, kökləri hardan gəlir? Bunları yəqin tarixşünaslardan maraqlanmaq lazım. Amma bu yerlərin qadınları fiziki cəhətdən kişilərdən qat-qat irəlidədirlər. Lakin onlar bundan sui-istifadə etmirlər. Kişilərə böyük qayğı göstərirlər. Onları qoruyurlar. Ən ağır işləri öz çiyinlərinə götürürlər. Açığını deyim, bu amil məni bir qədər kövrəltdi. Jozef isə bu halları görəndən sonra ağladı. Hönkür-hönkür. Çox incə ürəyi varmış bunun. Bizim məsələyə gəldikdə isə təsəvvür edə bilərsənmi? Buzlaşma dövründən qalan yeganə heyrətamiz dəmir ağacı məhz bu meşələrdə bitir. Bu inanılmazdır. Heyf ki, bu ağac suda batır. Lənət şeytana, buna görə başqa ölkələrə nəqli də müşküldür. Lüdvik, əziz qardaşım, mən artıq Bakıdayam. Və burada çoxlu maraqlı insanlarla tanış oldum. Bir iş adamı xüsusilə diqqətimi çəkdi. Məmurdur. Rus imperiyasının yüksək vəzifəli şəxslərindən biridir. Öyrəndim ki, gizlincə olaraq həmən iyrənc maye barədə okeanın o tayındakı tanışlarımıza məlumatlar ötürür. Yerli milyonçuların adlarını sadaladı. Pullarını çox qısa müddətdə qazanırlar. Həmən o şov qərib maye sayəsində. Hamısı məşhur soyadlardır. Tağıyev, Mantaşev, Qukasov, Nağıyev, Dadaşev, Kələntarov, Qalaqurma. Nə? Hal-hazırda mən kitabxanada oturub nəinki Azərbaycandakı, bütün Qafqazdakı ağac növlərini öyrənməklə məşğulam. Əziz qardaşım, sənin qiymətli məsləhətlərini mən heç bir an unutmuram. Hətta boş vaxtımı da çalışıram, səmərəli keçirim. Yerli cəmaatla ünsiyyət qururam, görüşürük. Sənə xoş olan ciddi mövzulu fəlsəfi söhbətlər aparırım. Josefi belə görüşlərə aparmır. Nədənsə onun fəlsəfə ilə heç arası yox. Joseph, bizim çək kitabçamızda vəziyyət necədir?
Ne bileyim. Demək olar ki, müflis vəziyyətdəyik. Əzizim Ludwig, gündəlik xərclər üçün pulun göndərilməsi vacibdir. Onu da qeyd etmək olar ki, yerli cəmaat bütün içki növlərindən üstünlüyü çaya verir. Bəlkə Nə bəlkə? neft barədə də bildirək. Bildirək. Əzizim Ludwig, sənin müdrikliyinə və uzaq görənliyinə heyran. Burada yerli əhali doğru adlandırdığın iğrənc qoxulu mayenin tilsimindədir. Bu kütləvi ehtirasın dəlillik dərəcəsinə çatması reallıq. Axı siz özünüz Hə? bu mayenin gələcəyindən danışırdınız. Əziz qardaşım, gülməli görünsə də, hökumət monopoliyanı ləğv etdiyi gündən hamı bu iğrənc mayenin ofsununa düşmüşdü. Həqiqətən də bu hüdudlara sığmayan bir dəlilikdir. Deyirsən bu mayenin parlaq gələcəyindən danışırdın? Bəli, Yaz, əlbəttə ki, bu neftin gələcəyinə inanan özündən müştəbəyi sarsaqlar da tapılır. Və bu gülüşdən başqa heç nə doğura bilməz. Ona görə, əziz qardaşım Ludwig, ürək açan bir məlumat yoxdur. post-script mi olacaq? Əlbəttə olacaq. Sən niyə gülürsən? Çünki desəm mən sizi indi anlamağa başlayıram. 3 aydan sonra lənətə gəlmişsən, lap dahiymişsən. Yaz. İstəyirəm səni növbəti yerli psixozla tanış edeyim. Sən demə bu maye, İfonətli maye. ifunətli maye. Temperaturdan asılı olaraq benzinə, kerosinə, hətta partlayıcı qaza parçalanma xüsusiyyəti də var. Və bu prosesin adı Sarsaq adı. sarsaq adı. Cracking. Bu fraksiyalar bazarda xam maldan daha bahalıdır. Və bu hesabla bu dəlilər qazanclarını daha da artırmaq niyyəti güdür. Ludwig, növbəti həftənin çərşənbə günü günorta saat 12-də onların ən neftli sahə hesab etdikləri balaxanı hərraca qoyulacaq. Təsəvvür edirsənmi, əziz Ludwig, bu sarsaqlar hərracı udmaq cəhdində nə qədər gülüncdür. Elə Joseph də bu fikirdədir. Deyir ki, buradakılar o qədər pul qazanırlar ki, başları xarab olub gedir. Post-scriptum. Bir də xahiş edirəm, pul göndərməyi unutma. Gündəlik xərclər üçün ayrılan məsrəflər təəssüf ki, bitmək üzrədir. Daimi rəğbətlə, qardaşın Robert. Artıq vaxtdır. Mən getməliyəm. Joseph, sən isə burada qal. Ümidim sənədir. Pul hər an gələ bilər. Bələdiyyəyə, təcili. Sakin olun. Sakin olun. Sakin. Növbəti lot sahə. Başlanğıc qiymət 500 rubl. 600 rubl bir. 700 rubl. 700 rubl. Dünən gecə
gecə ora yaxın sahədə neft fontan vurmuşdu. Ama ora başqa sahədir. Deyən görüm. Həmin sahədə orada neft vurmuşdu. Alaxanıdan olan sahədir bu. 1800. 1801. 1802. 1800. 3000. 3000 rubl bir. 3002. 3000. 5000. Bir dəqiqə. Sakit ol Bir Ayşe dəqiqə. ben Tamam, sakit sakit ol. olun. Sən də çəkicivi saxla. Kimdir bu? Hı? Tanıyırsınız? Bakı kimindir? Deyin də. Bizim Ruslarım. Biz sizə inanmırıq. Qoy nəqd pulunu göstərsin. Hı. Yoxsa mən bu arazini alaram. Bəlkə o ələ salır bizi, hə? Efendim, tez borçlarınızı gösterin. Mən alaram. Cənab Nobel, mən özümü güclə çatdırdım. Siz dahiymişsiz. Sən məqsədə çatdın Əclaf. Artıq o lənətə gəlmiş ağacları unut. Yalnız bu hərracı qazan. Nobel qardaşları şirkətini dünəndən yaratmışam. Pulsa hesabındadır. Qardaşın Ludwig. Hər il mütəmadi olaraq təqdim edilməklə elmi nailiyyətlərin, ədəbi yaradıcılığın qiymətləndirilməsində ən prestijli sayılan, bütün dünyada məşhur Nobel mükafatının kapitalında Azərbaycan neftinin istehsalından və neft məhsullarının istehlakından əldə olunan gəlirlərin də müstəsna yer vardır.